Dostlar, gəlin bugünün ifadəsi ilə tanış olaq, həm də danışıq məşq eləyək. Bugünün ifadəsi olacaq cross the line, yəni həddini aşmaq. Cross keçmək deməkdir. Line isə xətt deməkdir. Sən əgər cross the line eləyirsənsə, həmin o xətti keçirsən və həddini həm də bu həddini aşırsan deməkdir. Mən sənə limit qoymuşam, xətt, sərhəd qoymuşam, sən o sərhəddən o tərəfə keçirsən və həddini aşırsan. Gəlin bir iki nümunədə bunu işlədək. I think you crossed the line with that joke. Məncə sən o zarafat eləməklə həddini aşdın. He crossed the line when he insulted her in front of everyone. O onu hər kəsin qarşısında təhqir edərkən həddini aşdı. You've crossed the line and now we need to fix it. Sən həddini aşmısan və biz indi bunu düzəltməliyik. İndi sizin məşq eləmək vaxtınızdır. Düşünün, elə bir an olubmu ki, kimsə həddini aşıb sizə görə və siz ondan şikayətlənmisiniz və yaxud da siz nə vaxtsa nə ilənsə bağlı həddi aşmısınız və yaxud da sizə görə, yəni əgər keçmişdə elə bir şey olmayıbsa, sizə görə hansı bir məqam həddini aşmaq hesab oluna bilər. Bu barədə danışa bilərsiniz. Bu barədə danışsaz, indiki zamanı məşq eləyəcəksiniz, çünki cümlələriniz indiki zamanda olacaq. Amma başınıza gələn bir şeydən danışsaz, keçmişdə, onda keçmiş zamanı məşq eləmiş olacaqsınız.